Hal-hazırda Şəki şəhərindəyik. Qənimət xanım 1-ci kurs Tibet təbabəti məhsullarından müalicə alıb. İndi sözü verir ona, müalicənin effekti və nəticəsi nə olub və nə məhsullar içmişsiniz. Buyurun. Xoş gördük. Xoş gördük. Sizdə nə xəstəlik var idi? Məndə allergiya var idi. Neçə il idi? Uzun illər idi. Neçə il? Çox uzun il, nə bilim 15-20 il olar, 30 il. Yaşın neçədir? Yaşım 68. Tamam, 68 yaşın var idi, 20 ildən artıq idi, allergiya Bəli, oldu. allergiya Hansı oldu. əlamətlər olurdu? Məsələn, belə köpəşib qalxırdı bədənim, tez-tez bütün bədənimdə elə bir qaşınma başlayırdı da. Və dərmanlar içirdiniz? Dərmanları içəndən sonra bu kurs müalicədən sonra müalicə Əvvəla kimyəvi dərman qəbul edirdiniz, qəbul allergiya. eləmişəm, bəli. Xeyri Bir olmurdu. müddət olur, sonra yenə başlayır. Tamam, Tekrar bizim tekrar. müalicəni neçə vaxt Bu başlamışsınız? müalicədən sonra elə bir ki, müalicə əsasında gücləndi, hədsiz dərəcədə. Təmizləmə getdi. Bəli, gücləndi. Sonra bir anda elə bir ki, yoxa çıxdı. Mən özüm İndi hiss siz elədim. neçə vaxtı sizdə allergiya olmur? İndi elə bir müalicə qutarıbdı, heç nə də hiss eləmirəm. Əvvəl kimi yoxdur. Yoxdur, yox. Deməli, yazda payızda bir kurs edəcəksiniz, yazda və İnşallah, payızda, hə. ondan sonra 3 ildən bir kurs müalicə Bəli, edəcəksiniz. bəli. Oldu? Bəli, başa. Buna görə təşəkkür kimi etmək Təşəkkür istəyirsən? sizə edirəm. Məndən qabaq. Sizdən Səbəbkar var. Səbəbkar Ayşə xanıma. Ayşə xanım, çünki Şəki üzrə menecer Ayşə xanımdır, onun Ayşə adını xanım, çəkilsin ki, bəli. bilsinlər. Çox sağ olun. Bizim məhsulların gücüdür bu, Bəli, keyfiyyətli bəli. məhsullar var. Mən Bunlar uzun illərdə götürmüşəm, mən bu məhsulları sizə də keçən dəfə. PS məhsullarını əvvəldən tanıyırdınız. Bəli, mən tanıyıram, ona görə inanmam da var, güvənim də var. Mən İndi bundan sonra neçə insana məlumat verəcəksiniz? verəcəm, mən həmişə deyirəm. Mən hər dəqiqədə başa salıram məsələn Ayşən, insanlara. adın getdi, efirə düşdü. Deyib bütün şəkini qaldıracam mənə. Əvvəl də məhsulları tanıyırmış. Hə. Sağ ol, siz də sağ olun ki, həqiqəti dediniz. Sağ olun. Çox sağ olun. Sağ ol. Sizə doktor, sağ olun.